Kamila xanımı biz artıq bir neçə ildir tanışıq Kamila müəllimə ilə. Onun anama, nənəmin xalçası səlifəlidir şeiri. O mənimlə heç yadımdan çıxmır. Eyni zamanda həmin şeir demək olar ki, mənim səsləndirməmdədir və mən yaxın gələcəkdə həmin şeiri ictimaiyyətə təqdim edəcəyəm. Və bir açıqlama da vermək istəyərdim ki, Kamila xanımın yaxın günlərdə bir kitabı çap olunub. Onu bu münasibətlə təbrik edirəm. Yəni, kollektiv adına təbrik edirəm. Eyni zamanda ona yeni yaradıcı uğurları arzu edirəm. Buyurun Kamila xanım. Çox təşəkkür edirəm verdiyiniz dəyərə, qiymətə görə. Bu tədbirin təşkilində kimin əməyi varsa, hamınız var olasınız. Bizim üçün çox gözəl bir tədbir oldu. İnsanların şeir yazması onların öz düşüncələri, ətraf aləmə baxışı, anlayış tərzi ilə bağlıdır. Məsələn, vaxt var idi ki, biz ali təhsil alanda bizim dövrün yaşlılarımız elm ateizmindən imtahan vermişdik. Sonraki dövrlərdə bir 40 yaşa çatanda çoxumuz başımızı bağladıq, namaz qılmağa başladıq. Pensiya çıxandan sonra, yəni 65 yaşdan sonra insanın bir qədər də düşünməyə daha çox vaxtı olur və dünya, dinlər, ətraf aləm haqqındakı fikirləri daha da təkmilləşir, baxış açısı dəyişir.